mövzumuz qüvvənin momentidir. Biz bilirik ki, qüvvənin momenti n bərabərdir f-dir. Əgər bunu çevirsək, f-in üstünə uyğun yazsaq, onda n bölünsün l olacaq. Bu da bizə o qrafiki verir ki, yəni bura f-i yazsaq əgər, buradakı l-lə olacaq tərs aslı. Yəni f artanda l azalacaq. Bu linkdir, bu gördüyünüz. Link o deməkdir ki, tərpənməz dayaq ətrafında fırlanan cismə link deyirik. Bu gördüyünüz l1'in uzunluğudur, bu gördüyünüz isə l2'nin uzunluğudur. Bizə də burada f və təyin olunan qüvvələr var. f1, bu da f2'dir. Biz düsturumuzu elə yazanda, yəni bunun əgər linkin tarazlıqda qalmasını istəyiriksə əgər, onda f1 və l1 f2 və l2'yə bərabər olmalıdır. Yəni o zaman link tarazlıqda və düz qalacaq. İndi biz bunu göstərmək üçün nə edirik? Burada gördüyünüz çəki daşları 50 qramdır. Deməli biz birinci bunu əsas vahidi çevirməliyik. Kilograma 50 qram bərabərdir 0,5 kilogram. Burada gördünüz. İndi biz burada bizim bir düsturumuz var idi. Şu qüvvənin düsturu f bərabərdir mc. Biz indi burada n-i tapdıq. Biz f-i tapmaq üçün j-i də yer səthində olanda 10 götürürük. Yəni f bərabərdir 0,5 olsun 10. O deyir 0,5 Newton. Deməli, bir çəki daşının ağırlığı 0,5 Newtondur. Məsələn, bu ikisi 50 qramdır. Yəni, hər bir 50 qram olduğu üçün 100 qram edəcək və 100 qramda bir insana bərabər. Burada deməli 1 Newton olur. İndi bunu göstəriş şəkildə izah edir. Hə, birinci ayrı-ayrı göstərin. Məsələn, biz bunu 10'a qoysaq, bu... İndi əlini bura. İndi biz bunu 10 Newton'a qoyduq, gördüyünüz kimi, 10 santimdə qoyduq. Bunlar bərabər olmadığı üçün aşağıda gördüyünüz kimi əyri gedir. İndi isə biz bunu 20 Newton'a aparsaq, 2 qat qüvvə olduğu üçün gördüyünüz kimi tarazlıqda qalırlar. Yəni burada bərabərləşirlər və bərabərləşəndə də artıq bu tarazlaşmış olduğu üçün düz olacaq. Bəli.